Hər vaxtınız xeyir. Aztelekom ailəsinin dəyərli əməkdaşları və tərəfdaşları, hər biriniz üçün məcburi olan bu olduqca vacib compliance təlimatına xoş gəlmisiniz. Bilirsiniz, bugün biz sadəcə hansısa sıxıcı qaydaları yox, şirkətimizin ən böyük təməl taşlarından birini dürüstlük və şəffaflığı müzakirə edəcəyik. Yəni, bu sadəcə oxunub rəfə qoyulacaq bir sənəd deyil, gündəlik işimizdə bizi qoruyan əsl bələdçidir. Hazırsınızsa, başlayaq. İlk öncə bu rəsmi və vacib cümləni qeyd etməliyəm. Bu, Aztelekom MMC-nin rüşvət və korrupsiyaya qarşı mübarizəyə dair təlim videosudur. Şirkətimiz rüşvət və korrupsiyanın istənilən formasına qarşı sıfır tolerantlıq, yəni tam dözümsüzlük nümayiş etdirir. Qayda isə çox sadə və sərtdir. Bu, istisnasız olaraq hamıya, rəhbərlikdən tutmuş ən yeni işçimizə və kənar padretçiklara qədər hər kəsə aiddir. Deməli, planımız belədir. Bugün qısaca nələrin üzərindən keçəcəyik. Təşkilatın prinsipləri, rüşvət və korrupsiyanın əslində nə olduğu, gündəlik işimizdəki risk sahələri, bəzi qəti qadağalar, fərdi məsuliyyətimiz və təhlükəsiz məlumat vermə kanalları. Gəlin dərhal mövzuya daxil olaq. Birinci hissə. Təşkilatın prinsipləri, şəffaf mühit və compliance mədəniyyəti. Yəni, əslində hər şey nədən başlayır? Baxın, Aztelekom kimi nəhəng bir təşkilatın əsl gücü sadəcə qabaqcıl texnologiyalarımızda deyil. Bizim gücümüz etik dəyərləri olan sadiqliyimizdədir. Hər şey 4 əsas sütun üzərində dayanır. Birincisi, təbii ki qanunsuluq, yəni atdığımız hər bir addım 100% qanuna uyğun olmalıdır. İkincisi, dürüstlük. Qərarlarımızı həmişə ədalətlə verməliyik. Üçüncüsü, korrupsiyaya qarşı dözümsüzlük. Bəli, bayaq qeyd etdiyim o məşhur sıfır tolerantlıq. Və nəhayət, nümunəvi rəhbərlik. Çünki sağlam iş mədəniyyəti hər zaman yuxarıdan aşağıya doğru süzülərək formalaşır. Keçirik ikinci hissəyə. Rüşvət və korrupsiya nədir? Hüquqi çərçivələrə baxaq. Bəs, reallıqda qanun qarşısında rüşvət demək nədir? Çox vaxt insanlar elə bilir ki, rüşvət sadəcə gizlicə kiminsə cibinə pul qoymaqdır, amma qətiyyən belə deyil. Əgər siz kimsə işinizi asanlaşdırsın deyə, ona hər hansı qeyri-maddi bir şey, xüsusi bir imtiyaz, hətta gələcək üçün karyera vədi verirsinizsə, yaxud da bunları qəbul edirsinizsə, diqqətli olun, bu birbaşa rüşvətxorluqdur. Yəni burada heç bir boz zona və ya amma ola bilməz. Korrupsiya isə rüşvətdən biraz da geniş, daha böyük bir anlayışdır. Təsəvvür edin, sizə güvənilib, müəyyən bir vəzifə, səlahiyyət verilib. Siz isə həmin mövqedən ancaq öz şəxsi mənfəətiniz üçün istifadə edirsiniz. Bax, korrupsiya elə budur. Bura təkcə rüşvət yox, həm də mənimsəmə və vəzifədən sui-istifadə halları daxildir. Unutmayaq ki, bütün bu anlayışlar sadəcə şirkətin daxili qaydaları deyil, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nizamlanır. Gəldik üçüncü hissəyə. Fəaliyyətdəki əsas risk sahələri və gündəlik əməliyyatlarda bizi gözləyən təhlükələr. İndi isə düşünün, bu risklər bizim adi iş günümüzdə necə peyda olur? Məsələn, bir təchizatçı seçməlisiniz. Satın alma prosesində hər hansı bir qeyri-şəffaflıq və ya kənarda razılaşmalar şirkətimiz üçün əsl tələdir. Və yaxud hədiyyələr. Kənardan baxanda tərəfdaşlardan bahalı hədiyyə və ya lüzumsuz qonaqpərvərlik qəbul etmək çox zərərsiz, adi bir jest kimi görünə bilər. Amma əgər bu jest sizin verəcəyiniz iş qərarlarına təsir edirsə, o zaman artıq qırmızı xətti çoxdan keçmiş olursunuz. Dördüncü hissə. Qəti qadağalar və qaydalar, xüsusilə də üçüncü şəxslər və vasitəçilərlə bağlı. Bu, çox maraqlı və vacib məqamdır. Bəzən adamlar elə düşünürlər ki, mən özüm etməyim, qoy hansısa məsləhətçi və ya agent vasitəsilə işi yoluna qoyum, belə olanda məsuliyyət daşımıram. Xeyr, bu tamamilə yanlış düşüncədir. Ən çox da asanlaşdırıcı ödənişlər deyilən məsələdə. Viza alırsınız, gömrükdən mal keçirirsiniz ya da lisenziya prosesidir. İşi biraz sürətləndirmək üçün verilən hər hansı kiçik, qeyri-rəsmi, şirinlik qanunla birbaşa rüşvət sayılır. Heç bir tələskənlik, heç bir iş təcilidir bəhanəsi qanunu pozmağa bəraət qazandıra bilməz. Heç vaxt. 5-ci hissəyə keçirik. Fərdi öhdəliklər və məsuliyyət. Yəni, birbaşa sizin bu prosesdəki rolunuz. Gəlin açıq danışaq. Şirkətin dəyərləri divara vurulmuş kağız üzərindəki quru sözlər deyil. Bu sözləri real edən məhz sizsiniz. Buna görə də hər bir işçi istisnasız olaraq fərdi məsuliyyət daşıyır. Yox, əgər hansısa əməkdaş bu qaydaları pozub rüşvətə bulaşarsa, bunun nəticələri çox kədərli və ağır olur. Biz burada sadəcə işdən çıxarılmaqdan bəhs etmirik. Söhbət birbaşa Azərbaycan qanunvericiliyi qarşısında inzibati və ən əsası cinayət məsuliyyətindən gedir. Zarafat deyil. Təsəvvür edək ki, real həyatda kimsə gəldi və sizə rüşvət təklif etdi. Bəs onda nə etməlisiniz? Çox sadə, heç bir tərəddüd etmədən bu 3 qızıl addımı atmalısınız. Birinci addım, təklifi qətiyyətlə, açıq şəkildə rədd edin. İkinci addım,
heç bir halda qarşı tərəfə heç bir öhdəlik, heç bir ümid verməyin. Və üçüncü addım, bir dəqiqə belə gözləmədən etika və compliance şöbəsinə məlumat verin. Unutmayın, məlumat vermək sadəcə yaxşı olar ki edəsiniz deyilən bir tövsiyə deyil, icrası məcburi olan qoruyucu bir prosedurdur. Nihayət 6-cı və sonuncu hissəmiz – təhlükəsiz məlumat vermə kanalları, yəni sizin dəstək şəbəkəniz. Yaxşı, deyirik ki, xəbər verin. Bəs məlumatı bizə necə çatdıracaqsınız? Və ən əsası bunu məxfi şəkildə necə edəcəksiniz? Tam məxfilik zəmanəti altındasınız. Sizi şübhələndirən ən xırda hal barədə belə məlumat vermək üçün sadəcə qeyd olunan rəsmi e-poçt ünvanımıza yaza, portala daxil ola və ya birbaşa qaynar xəttimizə zəng edə bilərsiniz. Nəzərə alın ki, vaxtında verilən məlumat risklərin qarşısını alan ən güclü silahımızdır. Şirkət rəhbərliyi bu məsələdə sonuna qədər sizin arxanızdadır. Söhbətimizi yekunlaşdırarkən beyninizdə həkk olunacaq bir hüquqi faktı xatırlatmaq istəyirəm. Qanun qarşısında rüşvət alan da, rüşvət verən də tam olaraq eyni məsuliyyəti daşıyır. Şüarımız bəlkə biraz sərt səslənə bilər, amma olduqca aydındır. Alma, vermə, heç kimdən asılı qalma. Öz azadlığınızı, karyeranızı və ən əsası şirkətimizin böyük nüfuzunu qorumaq məhz sizin əlinizdədir. İndi isə hər birinizə kiçik bir sualım var. Gündəlik işinizdə atdığınız hər bir addım doğrudan da təmsil etdiyiniz bu böyük şirkətin şəffaflığına layiqdirmi? Düşünməyə dəyər, elə deyilmi? Diqqətiniz və bu məsuliyyəti bizimlə paylaşdığınız üçün təşəkkür edirəm. Uğurlar.